Türkiye Prezidenti Recep Tayyip Erdoğan, Türkiye Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiq edib. Sazişin təsdiqi barədə məlumat rəsmi qəzetədə də dərc olunub. Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də sazişi təsdiqləyib. Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiye Respublikası arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər. Enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə enerji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan Respublikasının və Türkiye Respublikasının mühüm rolunu təsdiq edirlər. Trans-Anadolu təbii qaz boru kəmər sistemi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac xam neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Şahdəniz yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı, satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayıblar. Sazişdə əməkdaşlıqla bağlı digər razılaşmalar da əksini tapıb.